بسم الله الرحمن الرحیم. Mehriban və bağışlayan Allahın adıyla və yadıyla Məsnəvi klaslarımızı başlayırıq. Mən hər bir şeydən əvvəl əziz və hörmətli dostlara və danışıqlara salam ərz edirəm. Selamun aleyküm. Və Allahdan çoxlu şakirəm ki, bu fürsəti və bu neməti mənim ixtiyarımda qoydu ta sizin kimin əziz dostların və danışıqların məhzərinə yetişər, huzurlarında olaq. Bu mənəvi sözləri bir-birimizin arasında rədd və bədəl eləyib və bu mövriddə və Məsnəvi barəsində, Mevlana barəsində danışaq. Bizim bu termidə 2 cələsəmiz qalır. Ta bu Kənizək o padişah nağılını qutaraq. Xatirinizdə olmuş olsa, biz bura yetişdik ki, həkim padişaha dedi ki, o qızılçını siz Səmərqəndidən gətirməlisiniz. Ta bu Kənizək bir müddət ondan olsun, ta Kənizək yaxçılaşsın və biz zərgəri aradan götürək. Mevlana deyir ki, xop o Kənizəkin eşqi bu qızılçıya bir dənə eşqi rəngi idi, rəng idi, bir dənə eşqi əsil dəyirdi. Ona görə ki, oradan keçəndə bunun qiyafəsinə və bunun gözəlliyinə bu aşiq olmuşdu. Və xub vaxtı bunun gözəlliyi də və qiyafəsi də aradan getsə, demək olar ki, bu Kənizəkin eşqi soyuyacaqdır və təbiətən bu qızılçıdan bu əl götürəcəkdir. Orada Mevlana'nın bir para zehninə bir sözləri gəlir ki, bizlə ortalığa qoyur. Mən 205-ci beytidən belə başlayıram ki, عشقهایی کز پی رنگی بود عشق نبود عاقبت ننگی بود. O eşkilər ki, rəng üzündə əsasındadır. Mevlana deyir ki, onlar eşki deyil. Nəhayətdə bunlar insanı utandıracaqdır və bir növ nəng insana gətirəcəkdir. Eşkilər hər yanda ki, rəng üstədir, vazgeç ondan, nəqdi başdan nisyədir. کاش کان هم ننگ بودی یک سری کاش کان هم ننگ بودی یک سری تا نرفتی بر ویان bəddavəri. Bu kan qeydir gözəlliyə. Həman deyir, kaş o gözəllik başdan dibə buna bir nəng olardı. Elə bir nəngidə fəqət dayanardı, bir həvəsdə dayanardı. Ta nərəfti bər veyin bəddavəri. Bu pis qəza, pis qəzavət bunun başına gəlməyərdi. Yəni bu ölməyərdi, bu qızılçı. Burada elə fəqət buna bu həddəki bir nəngi gətirəcəkdi, o həddə qalardı. Ondan artıq keçməyərdi. İlk başdan nəng olaydı kaş o da, paç qalardı pis qəzavətdən bu da. خون دوید از چشم همچون جوی او دشمن جان وی آمد روی او. Bunun gözündən qan bastı eşiyə, bunun canının da düşməni üzünün gözəlliyi oldu. دشمن طاووس آمد پر او ای بسا شه را بکشته فر او. Tavusun düşməni onun qolqanatı oldu. Ola bilir ki, şahları, onların şükuhları və əzəmətləri öldürsün. Şah olmasaydı, elə bir çoban qalsaydı, şayət ölməyərdi. گفت من آن آهوم کز ناف من ریخت آن صیاد خون صاف من. Bu da zərgərin öz sözüdür, danışır, qızılçının öz sözüdür. Mən o ahuyam ki, mənim göbəyimdən və göbəyimə xatir o şikarçı mənim qanımı tökdü ki, neynəsin o
əbiri ya muşku mənim göbəyimdən götsün. ای من آن روباه صحرا کز کمین سر بریدندش برای پوستین. Mən bir dənə tülküyəm ki, mənim dərimə xatir həmlə gətdilər, mənim başımı kəsdilər. ای من آن پیلی که زخم پیلبان ریخت خونم از برای استخوان. Mən de o filəm ki, məni filçi, o acı xatir, o sümüyə xatir mənim qanımı tökdü. Bunlar demək olar o beytlərdir ki, qızılçı burada istəyir öz günahsızlığını neynəsin, həm şaha, həm həkimə görsətsin. Eşidək Üstad Heydər Əbbasidən görək bu əbiyyatı nə cür bizə türkçəyə çöndəribdir. خون دوید از چشم همچون جوی او دشمن جان وی آمد روی او. Çay kimi axdı gözündən qanlı yaş, əzməyə başın gözəllik oldu daş. Bu gözəllik çöndü oldu bir daş, gəldi bunun öz başına əzdi. Toğuza düşmən yarandı quyruğu, çox şahı öldürdü üstün olduğu. Şah hiç üstün oldu, yuxarıda oldu. Neyniyir? Onun şahlığı bunu öldürür. Ovçular sinsin gəzirlər canimi, göbəyimdir axıdan al qanimi. Mənim öz göbəyim, mənim öz düşmənim olur. O da ki, گفت من آن آهوم کز ناف من ریخت آن صیاد خون صاف من. ای من آن روباه صحرا کز کمین tülkü tək başdan atarlar daşimi, dərimə xatir kəsərlər başımı. Öz dərimə xatir bunlar gələrlər mənim başımı kəsərlər. ای من آن پیلی که زخم پیلبان ریخت خونم از برای استخوان. Filçilər fil tək tökürlər qanimi, sümüyə xatir alırlar canimi. Sümüyə xatir mənim canımı alırlar. Əzizlər, burada neçə dənə nüktə tərh eləmək olar. Biri, bəzi bu heyvanlar ki, buradan ad aparılıbdır. Məsələn, tavusdur, ahudur, tülküdür, fildir. Bunlar bizim ədəbiyyatımızda hərəsi özünə bir dənə nemadı vardı, bir dənə təmsildirlər. Məsələn, tavus barəsində, siz bilirsiniz ki, o surələrdə, əfsanələrdə belə gəlib ki, şeytan ilanla və tavusla eləyə bildi ki, varid olsun o bağın içinə və Adəmlə Həvvanı allatsın. Tavus həmandır ki, gözəlliyi var, amma öz ayaqlarına baxanda həmişə utanar. Mevlana bunu neçə yerdə gətiribdir. Ümumən, tavusdan bir dənə nemadır ki, bizə Mevlana təsvir eləyir Məsnəvidə. Bu da ki, tavus bir gözəl bir quşdur, amma bunun gözəlliyi eyni bir dənə insana bənzəyir ki, bunun təqvası yoxdur. Özünü saxlayanmır, saxlaşdıranmır. O məruf bir nağılda var ki, Məsnəvidə deyir ki, bir həkim getmişdi bir çölə. پر خود را میکند طاووسی به دشت یک حکیمی رفته بود آنجا به گشت گفت طاووسا چنین پررسنی چون تو را دل میدهد تا برکنی. ki bu tavusa deyir ki, axı sənin bu gözəl qanatları sən necə ürəyin icazə verir ki, sən bu qanatları yolasan? Bax, bunlar sənin gözəlliyindir. Orada tavus deyir ki, چون ندارم زور ضبط خویشتن زین قضا و زین بلا و زین فتن میکنم پرهای خود را یک به یک تا نیندازد به دامم هر کلک نزد من جان باقی و تن ki əbtər است. Mənim özümü saxlaşdırmaq qüdrətim yoxdur, təqvam yoxdur. Bu qanatlar mənim düşmənim olub və həmişə şikarçı bunları görən kimin gəlibdir məni şikarlasın.
və mən bunları bir-bir yoluram ki, ta onun tələsinə düşməyəm. Vəli xub həkim buna deyir ki, sən o yolu ki geyirsən, düz yol deyir. Pərri xud را برمکن دل برکن از او زان که şərt cihad آمد ədu. Sən ürəyi çox bu gözəlliyə bağlamacinən, ürəyi bundan götücünən ta neyniyəsən, rahat yaşayasan. Bu təəlluqdan sən özüyü çəhməlisən eşiyə. Qulam himmət anam که زیر چرخ کبود زهر چلم یه تعلق پذیرد آزاد است مگر تعلق خاطر به ماه رخساری که خاطر ز همه غمها به مهر او şad است. به تعبیر حافظ. Bu bir dənə təmsildir ki, Məsnəvdə işlənirdi. 5-ci dəftərdə də Mevlana gənə buna işarə eləyir. O yerdə ki, o İbrahim Allahdan istəyir ki, sən bu qiyaməti diriltməyi və bu xəlaiqi diriltməyi mənə görsətməlisən. Mənim yəqinim çox ola, gedəm millətə bunlara öyrədəm. Millət inanalar mənə. Xub Allah buyurur ki, Quranda da gəlir ki, sən 4 dənə quş tutmalısan. Bunları tut, bunların başlarını neynəcəkən, kəs hərəsini dorğa tişət şeyləşinən hərəsini bir dəriyə qoy. Mən onda sənə deyəcəm ki, bunlar neynəsinlər, qovuşanda, yığışanda bir yerə, səhnə-i qiyamət orada sən görməlisən. Muta Mevlana üçün təvilə baxır, deyir ki, baba, mənzuru o 4 dənə quşdan o deyir ki, siz fikr eləyirsiniz. تو خلیل وقتی ای خورشید هوش این çaharət yar rəhzən را بکش. Bu 4 dənə quşdur ki, bunlar yol kəsən quşdular. Bunlara sən başlarını kəsməlisən. Çahar مرغ معنوی راهزن کردندن در دل خلقان وطن. Bu 4 dənə quş mənəvi quşdur və yol kəsəndirlər bunlar. Tamam insanların ürəklərində bunların neynibli məskənləri vardı. سر ببر این 4 مرغ زنده را سرمدی کن خلق پاینده را. Bu 4 dənə quşu başını kəs ta milləti və xəlaiqi neyniyəsən, sən cavidan eləyəsən. Bu 4 dənə quşun adını aparır Mevlana. بط و طاووس است و زاغ است و خروس این مثال 4 خلق اندر نفوس یا 4 خلق اندر نفوس. Bu cürdə oxumaq olar da. Bu 4 dənə quş ki, ördək ya ördək o tavus o qarqa o xurus, bunlar 4 dənə xuy xislətdirlər ki, insanın bədənində və zatında bunlar əyləşiblər. İndi hərəsinə bir dənə nemad sahir ki, demək olar xurus nemadı nədir, tavus nemadı nəmənədir. Bət hirs است. Hirs insandır. Bu hirs و وله nemadı. خروس آن شهوت است. خروس نماد شهوت. جاه چون طاووس زاغ امنیت است. طاووس همان جاه و مقام و bunlar və qarqa da arzudur. Qarqa üçün çox ömrələr, Allahdan çox ömür istəyər. Ona görə insanların da bir dənə bir şeyi həmişə çox ömür istəməkdir. Və deyir ki, bunlar afətdirlər, bunlar rəzail əxlaqıdırlar. Ki, Mevlana bunlardan ad gətirir. Görürsünüz ki, onu nə cür Mevlana təmsil edir. Bu əbiyyatı ki, mən sizə oxudum, demək olar ki, məzmun bu əbiyyat budur ki, bir insani ki, gözəlliyi olsa, bir insani ki, bunun dəyərli olsa, bir insani ki, bunda fikir olsa, bu insan gərək müntəzir ola ki, hər ləhsə buna daşlar gəlməlidirlər və müvazib olmalıdır bundan. Bu ərəb şair də şeirində deyir da, İnnəl əraninə təlqaha muhəssədətən və lən tərallin liamın nası hussədə. Deyir ki, pəst insanları heç vaxt görməzsən ki, bunlar mordi hesadət vaq olarlar. O dəyərli insanlar, böyük insanlardır ki, həmişə dər məzann nəmənədlər, hesadətdirlər. آنکه کشتستم پی مادون من می نداند که نخسبد خون من. Mən ahudan, o tülküdən, fildən geçirəm da. Çünki gələcəkdə bir para nağıllarımız olacaq Məsnəvdə. Onların da nematları var, onlara mən işarə eləyəcəyim. Bir dənə burada fəqət mən tavusu seçdim sizə dedim. Anke kuştəstəm pey madun mən. O ki məni öldürdü, o şeyə xatir ki madun məndir. Yəni mənim zatımda deyil, əslimdə də ərəzdir bir dənə bir təbiri mütəkəlliman.
غیر از من دو اصلا من dəyir orada mi نداند ki nə xosbət xune mən o bilmir ki mənim qanım burada yatmayacaqdır. Qanın yatmamağı kinayə az budur ki mənim qanım hədər olmayacaqdır da. Özgəyə xatir mənə ağrı qıyan bilmir ki heç zaman yatmaz bu qan bər mən است امروز و فردا بر وی است خون چون من کس çenin zayi ki است sanma ki bir gün axan qanım itər daş atan axırda başdan daş yiyər. Xub bu həman Qızılçının sözləridir da ki siz ki məni gətdiniz bu cür burada qanımı tökdünüz bilin ki mən günahsızam. Bu sizin də başınıza gələcəkdir. Bu Qızılçının orada sözləridir. Bəd Mevlana bunu neyniyir? Bunun sözlərini istəyir genişləndirə. Bir dənə burada istəyir bir cəhanbinidən, bir fəlsəfədən danışa. O da ki, həm bir sözünün bir ucu gedib fəlsəfiyə dayanacaq, bir ucu rəvanşinasiyə dayanacaqdır. Orada istəyir bir para sözləri bizə desin. این جهان کوه است و گرچه دیوار افکند سایه دراز باز گردد سوی آن سایه باز. Ola bilər ki, duvar kölgəsi uzun olsun. Yenə də bu kölgə qıssalacaqdır, duvara sarı gələcəkdir. این جهان کوه است و فعل ما ندا سوی ما آید نداها را صدا. Bu aləm bir dağdır. Bizim işlərimiz də eyni bir səs kimindir, gedir o dağa dəyir. Və dağdan da o səslər bizə sarı geyidir. Həman əməl, əksül əməl, konəş və vakonəş. Bunları Mevlana istəyir ki, bizlərə rəvanşinası baxımından da gətsin. Bilirsiniz də, bizim irfanımızda o qəbz o bəsdi ki, mətrəh olur ki, bizim ariflərimiz bir mərhəliyə düşürlər ki, qəbz olur, yəni tutulurlar, bəst olur. Bunlarda bir növ genişlənmək və açılışı olur. Mevlana bunlara bir təhlil-i rəvanşinaxtı verdi ki, sizin əgər niyyətiniz, məsələn, evdən çıxırsınız, yəni niyyətiniz bu ola ki, ona buna köməkli eləyəsiniz, birinin əlindən tutasınız, yaxşı söz deyəsiniz, yaxşı sözlər eşidəsiniz, deyir, həmişə sizin içərinizdə bir növ bəstlik olacaqdır. Vəli əgər hələ bunu əmələ gətirməyib, əməl söhbəti də məqam niyyətdir, içəridədir. Heç kəs bilmir ki, fəqət sizin özünüz bilirsiniz da. Bu niyyətdən fəqət sizin özünüzün xəbəriniz var. Amma əgər siz eşiyə çıxırsınız, niyyətiniz sizin pəlid bir niyyət ola və pis bir niyyət ola. Bu olmayaq ki, birinin əlindən tutasınız, bu olmayaq ki, birinə məhəbbət eləyəsiniz. Bu olmasa, deyirsiniz, həmişə içəridən tutqun bir insan olacaqsınız. Key nekû kərdی و کی kərdی تو bər ki nədidi layiqəş در pey əsər. 4-cü dəftərdə gətirir də Mevlana. Key فرستادی دمی بر آسمان نیکی kəz pey نیامد مثل آن. Nə zaman olubdur ki, sənin içərindən bir nedayı çıxıbdır, o yaxçı neda gedibdir, onun sən cavabını almayıbsan. Gər muraqib başi و بیدار تو bini hərdən pasuxu kirdar تو. Sən hər zaman əgər muraqib olasan, oyaq olasan, bunu həmişə eləyəcəksən, görəcəksən. پس این جهان کوه است و فعل ما ندا سوی ما آید نداها را صدا. Nə qədər salsa uzun çölcə duvar qayıdar dibdə duvardan aslanar. Dünya dağdır, gördüyün işlər nida qaytarar dağlar sənə əksi seda. Seda özünüz bilirsiniz də ki, həman səda kələməsidir ərəbdə, səda düzdür. Vəli fars ədəbiyyatında biz onu çox asan tələffüz olunur, biz seda işlədirik də, Hafizin də şeirində var da, əs-sedai سخن عشق ندیدم خوشتر یادگاری که در این گنبد دوار بماند. این بگفت و رفت در دم زیر خاک آن کنیزک شد ز رنج و عشق پاک. Bunu dedi. Qızılçı öldü.
və o Qaravaş da bu sevincidən və bu dərddən kamil təmizləndi. Etdi zərgər torpağın altın məkan, tapdı qız qondarma istəkdən əman. Qondarma istək, eşq cəli qondarma, yaxşı, əman tapdı. Zan ki eşq مردگان پاینده نیست، زان که مرده سوی ما آینده نیست. عشق زنده در روان و در بصر، هر دمی باشد ز غنچه تازه تر. Axı ölülərə ürək bağlamaq, sevmək qalmalı deyir. Ölü bizə sarı gəlməli deyir. O diriyə eşqi bağlamaq və sevinci bağlamaqdır ki, hər ləhsə eləyə bilər bir qunçə kimin təzələnə. Ölünün güdmə qəbirdən durmağın, qurudar buz tək ölüm istək tağın. Tağ yan nə mənə? Ayə İbrahim Nəcad. Tağ, istək tağın. İstək tağın. Bax, qurudar işlədi baxı. Səqfin quruması işlətmə. Tağ. Yox. Taç. Yox. Kişavərz balası olsaydıq, bunları bilərdik, bax. Hə? Bostanda tağ olar da, qarpızın tağı olar da. Biz qarpıza ağaç demənik ki, əyləşin. Qarpızın, xiyarın, bundan tağı olar. Yaxçı, Ustad Heydər Əbbasi burada demək olar ki, bu istəyi, bu sevməyi tağa bənzədir ki, bu tağın eyni bir buz gəlir, soğuqluq gəlir, bu tağın eyni qurudur. Bir də oxuram da onun şeirini. Ölünü güdmə qəbirdən durmağın, qurudar buz tək ölüm istək tağın. Buz tək, eyni buz kimin? Bu eşq tağının eyniyər? Qurudar. Düzdür? Pəs Mevlana istəyir buna desin ki, niyə biz bir dənə diriyə eşq bağlamalıyıq, dirini istəməliyik? Bərhan ki, deyir ki, diri həmişə sənin gözlüyü qabağında olar. Çünki sənin gözlüyü qabağında olar, həmişə də sənin ürəyində olar. O şey ki, gözün qabağından gedir və aradan gedir, yavaş-yavaş ürəkdən də çəkilir. O məsəl var da ki, İngilisidə deyir ki, out of sight, out of mind dərvağı. O ki, gözdən gedər, ürəkdən də gedər. Oxuyun farsısını, ay İbrahim Nəcad. Əz del berəvəd, hər an ki əz didi, berəfd. Mevlana da ikinci dəftərdə bunu gətirir. Ançe bər surət tu aşıq gəşdeyi, çون burun şod can çera yaşeşdeyi. Vaxtı sən bu surətə, bu üzə aşıq olubsan, gedəndən sonra niyə bundan əl götürürsən? Surətəş bərcaust, in sirize çiست, aşıqa vacu که معشوق تو کیست. بر کلوخی دل چه بندی ای سلیم، وا طلب بازجو اصلی کتابت او مقیم. آنچه معشوقه است صورت نیست آن، خواه عشق این جهان خواه آن جهان. پس عشق زنده در روان و در بصر، هر دمی باشد ز غنچه تازه تر. Canlı eşq olsa gülər yangın çəmən. Yangın susuz, yangın çəmən. Canlı eşq olsa gülər yangın çəmən, qəlbdən lakin itər gözdən itən. عشق آن زنده گزین کو باقی است، که از شراب can fəzayət saqi است. O dirinin sən eşqini seçməlisən. Niyə ki o həmişəlikdir, o qalmalıdır. Kəz şərab can fəzayət saqi است. Bu aləmin saqisidir. Bu aləmin saqisidir ki, sizə bir şərabi verir ki, o şərab can fəzadır, can fəzayəndədir, ruh bağışlayandır, bu yaşayış gətirəndir. Sizi sizdən almır, sizi sizə qaytarır. Ölməzin eşqin qazan ki baqidir,
caninen can, sağərindən saqidir. Bu ola bilər ki, işarə eləsin ki, o Rəhman surəsindəki kullu mən əleyha fan və yəbqa vəchü rabbik zülcəlal vəl ikram, hər nə yer üzündədir, aradan getməlidir. Məgər Allahın o çehrəsi və siması ki, o qalmalıdır. Və Mevlana deyir ki, xop, siz ona sarı getməlisiniz, onu sevməlisiniz və onu istəməlisiniz. Xop, pəs kəs şərab can fəzayət sağiyəst də buna işarə elədik də. Bilirsiniz, bizim bu ariflərin də içində bu bir bəhs idi ki, aya biz ki Allahı sevirik, o da bizi sevir ya sevmir. Əsən biz Allahı sevə bildik, sevənmənik. Biz onu istəyə bildik, istəyənmənik. Bir para bu mövridlərdə də bizə bir ayələri yetişib, hədisləri bu zəminədə yetişibdir. O həman kontu kənzən məxfiyyətən fəhbəbdu ən uğrəf. Mən bir gənc idim ki, gizlənmişdim. Çox sevirdim ki, mən tanınam. Sizi mən yaratdım, mən tanınam. İbn Ərəbi də Fususul Həkəmdə bu cümləni gətirib ki, çox gözəldir, buna bir baxsaz. Deyir ki, əslən biz bibimizdən asılıyıq bu. Ola bilməz ki, o bizsiz tanına və biz onsuz tanınaq. Yaxşı sözü budur. Nəhnu bimə'luhiyyətinə. Mə'luhiyyət elahdan tutur da. Yəni o ki, bizim içərimizdə elah əyləşibdir və əyləşə bilər və qabiliyyət elahın əyləşməyi bizim içərimizdə ola bilər. Biz buna deyirik mə'luhiyyət kələmə. Nəhnu bimə'luhiyyətinə. Biz mə'luhiyyətimizə xatir cəəlnahu ilahən. Onu ilah qərar verdik. Fəla yu'rəf hətta nu'rəf. Ta zamanı ki biz tanınmasaq heç o da tanınmayacaqdır. Yavaş-yavaş yetişik də ona ki mən ərəfə nəfsə fəqət ərəfə rəbbəhdə ki siz özünüzü gərək tanıyasınız ta onu tanıyasınız. خب عشق آن بگزین که جمله انبیا یافتند از عشق او کار و کیا. Sən o eşqi və o sevinci seçməlisən ki, umumi peyğəmbərlər o sevinci seçdilər və ondan karukiya tapdılar. Karukiya yəni həsti, varlıq demək olar. Hər nə mənə də. Bu karukiya kəlməsini Mevlana çox yerdə işlədir. Bundan çox oynuyur. Bir yerdə var da ki, Məsnəvidə deyir, çون səfihan rast karukiya lazım ayəd yəqtulun əl-ənbiya. İşi geçdi deyir, axmaqların əlinə, səfihlərin əlinə. Birinci adamların ki, başı kəsilər deyir, peyğəmbərlərin başı kəsilər orada. Ya Şəms divanında deyir ki, ey Şəms Təbrizi biya, ey mədin nur و ziya, کن روح با کار و کیا بی تابش تو جامد است گویی که این کار و کیا یا صدق باشد یا ریا آنجا که عشاقند و ما صدق و ریا آمیخته. Kiya da demək olar ki, qədim zamanlarda o bir para fərmanrəvaların ləqəbləri də olub da ki, kiya işlədiblər ona. تو مگو ما را بدان شهبار نیست. Bunu oxuduq da Ustad Heydər Abbasidən oxumadıq bunu. عشق آن بگزین که جمله انبیا یافتند از عشق او کار و کیا. Axtar o eşqi ki istər evliya tapdılar ondan böyüklük enbiya. تو مگو ما را بدان شهبار نیست با کریمان کارها دشوار نیست. Söyləmə yoxdur bizə yol şah üçün, əl açıqlar xızrılardır rah üçün. Əl açıqlar, kərimlər. Yaxşı? Bu beytidəki Mevlana'nın demək olar ki, şah beytidir da Məsnəvidə. O gözəl
beytlərdəndir da. Sən heç vaxt deməyəcəksən, heç vaxt belə fikirləşməyəcəksən ki, bizim ona yolumuz ola bilməz. Əslən o cür deyil. Kərimlər, bağışlayan, əlaçıqlar, bunların qabağında işlər çətin deyil. Onlar həmişə bizi öz məhzərlərinə, öz bargahlarına yol verəcəklər. Onların özləri bizə deyib ki, Səvfə yətəllahu bi qavmin yuhibbuhum və yuhibbuna. Biz bir qovmi gətirəcək ki, biz özümüz onları sevirik. Onlar bizi sevəcəklər. Yaxşı. Ya Bəqərə surəsində deyir ki, vəllədinə amanu əşəddu hubban lillah. Onlar ki iman gətirirlər. Onlar çoxdur Allahı sevəcəklər. Dostlar, burada bir dənə söz dərvaqa sualı mən burada genişləndirirəm. O da budur ki, aya biz Allahı sevə bildik ya yox? Buna bizim İslami təməddünümüzdə və tariximizdə iki cür cavab verilib. Biri mütəkəllimlərin cavabıdır. O budur ki, mütəkəllimlər deyir ki, biz eləyə bilənmənik o işi görək, İslami mütəkəllimlər. Biz Allahı sevə bilənmənik. Dəlli də budur ki, əslən onun zatı ilə bizim zatımız ayrıdır. Mübayinəti fîmâ beyni zat burada tərh olunubdur. Çünki onların zatları bir-birindən fərqlidir. Pəs eləyə bilənməyəcək. Biz onu neyniyək? Sevək. Əgər də Quranda bir para ayələri gəlib ki, bəli, siz onu sevə bilərsiniz, onu sevə bilər. Mənzuru buradan Allahın taətini, xidmətini, savabını və ihsanını sevməkdir. Nə onun zatını. Amma bunun müqabilində bir dənə ayrı bir nəzəri ki, mətrəh olunubdur. Bizim ariflərin nəzəridir. Ariflər bunun əksini deyir. Deyir ki, biz eləyə bildik ki, onu sevək, eləyə bildik ondan danışaq, eləyə bildik eyni məhbub kimi onun yanında oturaq, hətta eləyə bildik ona əsər bağışlayaq. Yaxçı, cilvəyə məşuq əgər uftad bər aşiq çə şud. Ma به او محتاج بودیم و او به ما مشتاق بود. O bizə müştaqdır, biz ona muhtacıdıq. Bu bir dənə asılıdır da, bu bir dənə ilgəhdir ki, bizimlə onun arasında bağlıdır. Amma bunlar təmsil gətirirlər ariflər. Bu sadəlikdə sözlərini tərh eləmirlər. Misalları da budur vururlar. Deyirlər, necə siz aləmdə görürsünüz ki, bir dənə insanı, qüdrətli bir insanı, elmli bir insanı, şücaətli bir insanı ki, kəmala yetişir bu işdə, siz bunu sevirsiniz. Qəhrəmanları necə sevirsiniz? Ləzzət aparırsınız bu sevməkdən. Bu işləri görürsünüz da, məsələn. Bir para böyük insanları biz, məsələn, Həzrət Əlini niyə sevirik, məsələn? Ya məsələn, peyğəmbərləri məsələn biz niyə məsələn sevirik? Bunlarda bir para şeylər görürük ki, bunlar o kəmala yetişirlər demək olar. Ya öz qəhrəmanlarımızı məsələn. Öz qəhrəmanlarımızı məsələn bunları biz niyə sevirik? Allamə Cəfərini, Səttarxanı, Baqirxanı bunları biz məsələn niyə sevirik? Bir para şeyləri biz bunlarda görürük. Bu ne deyir ki, illəti budur ki, bəli, siz bunlarda bir kəmal-i elmi, kəmal-i qudrəti, kəmal-i şücaəti, kəmal-i insaniyyəti görürsünüz, siz bunları sevirsiniz. Pəs bənabərin, vaxtı siz deyir, insanda bu cür görürsünüz, xop, Allah əkməli bunlardır da. Deyir, bunların hamısı kəmal odur. Və əgər siz mütəkəllimlər deyirsiniz ki, bizlə onun zatında mübayinəti vardır, əslən o cür deyir. Özü sərahətinə deyib, nəfəxtü fiyhə min ruhi. Məsələn, öz ruhumdan sizə bağışlamışam. Bu mənadan xələqə Adəmə ələ surətih, bu da cismidən. Hər ikisindən o bizə özünü bağlayıbdır. Pəs zatında deyil, heç nə mübayinəti olmayıbdır. Biz eyni o və o eyni biz olubdur. Ənə mən əhva, ənə. Nəhnu ruhan hələlna bədəla. Bu da ki, Məcnunun şeirlərindəndir da ki, demək olar ki, bizlə onun arasında heç mübayinəti yoxdur. Bu moriddə mən çox xoşluydum ki, İmam Muhammed Qəzzalinin, İmam Fəxri Razinin də nəzərlərini gətirəm ki, mütəkəllimlərin pətəsini suyun üzünə tökür və bunları güclü surətdə nəqd eləyir ki, hala onu geçirəm, qoyuram bir ayrı fürsətə. Xob, indi biz bu nağılın bir bəxşinə yetişirik ki, o bəxşində Mevlana dəlil gətirir. Dəlil gətirir ki, axı soruşurlar Mevlanadan, sən axı nağılın axırını niyə belə gətdin? Axı, o qızılçıda nə günah var idi? Gətdiz burada öldürdünüz. Buna bir dəlil gətirir, qəbul eləsinlər axı bu. Şaha xatir öldürdün, qıza xatir öldürdün. Burada bir eşqi diritməyə xatir sən bunu öldürübsən. Buna sən
bizə cavab verməlisən. Kuştən an mərd bər dəst həkim, ni pey ummid bud o niz bim. Onun öldürməyi, buna heç bir dərd ki, siz fikir edirsiniz. Nə qorxuya xatır, nə bir para hədəfləri təhəqqüq tapmağa xatır. O nə kuştəs az برای təbşa, ta نیامد əmr ilham ilə. Bu iş fəqət Allah tərəfindəndir. Həkimə bir para şeylər ilham olundu və bunun canını aldı. Şahın istədiyinə xatirəstən olmadı. Siz belə fikir eləməyəcəksiniz ki, buna xatir ittifaq düşdü. Xob, həkimin o zərcəri öldürməsi, qorxu ya ummaq deyildir mayəsi. Zərcəri öldürmədi o şah üçün, canını aldı böyük Allah üçün. Allaha xatir bu ittifaq düşübdür. Xob, ilham kələməsi burada az cümlə o kələmatdandır ki, xob, biz onun barəsində çoxlu danışa bilərik. Eləyə bildik deyək ki, vəhy ilə bunun nə təfavutları ola bilər. Amma mən qıssa buna bir işarə edirəm. O da budur ki, əzizlər, ilham elə həman vəhyidir. Vəhy həman ilhamdır. Amma bir cüzü bunun təfavutu ola bilər. O da budur ki, vəhyidə bir dənə bunun unsuru təklif vardır. Hər kəsə ki, vəhy olur, özünü təklif mədar görür, təklifsaz görür. Yəni, bu gəlir xəlaidin vəsətinə, şəriət yaratmalıdır, təklif yaratmalıdır. İlhamda belə bir şey yoxdur. İlham gəlir də ariflərə, ovliyaya, bunlara gəlir. Hətta vəhy də bunlara gəlir. Bunun o vəhy ki, ovliya ilə bunların təfavutundadır və fərqlidir budur ki, Peyğəmbərin vəhiyləri təklif yarada bilər. Vəli Quranda gəlir ki, Ariya da vəhiy gəlibdir, Məryəmə də vəhiy gəlibdir. Vəli bunlar təklif yaradan deyil. Hala bunu siz saxlayın da, gələcəkdə ki, bunu bir də baxacaq, bir də işarə eləyəcək, çoxlar neyniyək, ona baxaq. Xob, indi burada Mevlana misal gətirir. Deyir ki, axı siz bunlar gənə düşünməyəcəksiniz. Mən ki, bu sözləri sizə deyəcəm. An pəsər ra ki Xəzər bubrid xəlq. Xəzər şimdi Xizrdir. An pəsər ra ki Xəzər bubrid xəlq, sirri an ra در نیامد عام xəlq. O uşağın ki Xızr onun başını kəsdi, Musa kimin adam onun sırrını bilmədi ki, verəsəd be xəlq, umumi xəlq, ammi xəlq onun sırrını və razını bilsin. Bu qızılçının öldürməyi də elə bu babdan idi da. Dostlar, mən icazə istəyəcəm sizdən ki, bu mövriddə bir qıssa sizinlə danışam. Xizr barəsində, əgər siz müvafiq olsaz. Xizr bir dənə bizim bir ustureyi, bir sırrılı, Peyğəmbər sifət bizim şəxsiyyətimiz olubdur ki, həm Qur'an ayələrdə gəlib, həm rivayətlərdə gəlib, əfsanələrdə gəlib. Ola bilib ki, hələ İslami təməddündən keçib eşiyə ayrı bir təməddünlərdə də mətrəh olunubdur. Amma bunun başlanışığı demək Kəhf surəsindədir ki, mən bu tozihlərdən sonra ona qeyd edəcəm, orada sizə işarə eləyəcəyəm ki, Kəhf surəsində ki, Musaya deyilir ki, sən getməlisən, bizim bir dənə əbd-i salihimiz vardı, onu görəsən. Məcmuul Bəhreynidə görəcəksən. O iki dərya ki qovuşur, orada sən görməlisən. Onu sən tapbağa da bir dənə nişanə vardı ki, ölü balıq orada diriləcəkdir. İstəsən onu tapasan, nişanəsi demək olar budur. Və Musa öz yoldaşı ilə ki, deyirlər ki, həman Yuşə imiş demək olar. Bununla həmrah olur və gedir o Məcmuul Bəhreynidə, o bir dənə səxrənin yanında və o dəryanın yanında neynir? Deyir ki, gətirdə biz burada acıq çörəyimizi yiyək filan. Gətirirlər orada elə bir balıq. Musa görmür bu səhnəni. Balıq orada dirilir və gedir. O Musa ki onun yanındakıymış, bunu yadından çıxır ki, Musaya təzəkkür versin. Bir də bunlar o yoldan gedirlər. Sonra Musa deyir ki, baba, süfrəni gətir, aşırıq bir acımızdan öldük burada bir şey. Süfrəni açır, deyir və balıq hanı? Deyir, balıq həmən o səxrədə ki, biz varıdıq. Orada balıq dirildi, düşdü dərya. Deyir, baba, məsələn, tez mənə deyəcəkdin sən. Ora həman yerdir ki, biz o əbd-i salihi görməliyik ondan.
Və neynirlər? Bunlar bir də qeydirlər o səxriyə və orada neynirlər? Musa ibn İmran demək olar orada Xezri görür. O Xezri orada görən kimi Xezr buna deyir ki, sən istəsən məndən müsahibət eləyəsən, eləyənməyəcəksən. Çünki mənim bir para şəraitim vardı. O budur ki, sən dinməyəcəksən. Deyir ki, mən qəbul edirəm də ki, dinməyəm. Əvvəlin bunlar düşürlər yola. Böyle o dərya məsirində bir dənə gəmiyə minirlər və o gəmidə neynirlər? Əvvəlin ki, Xizri görür, başlayır o gəmini neynir? Dəlməsin. Bu gəmini dələn kimi Musa fərən buna etiraz edir. Deyir ki, sən niyə bu gəmini dəldin axı? Bunlar qərq olacaq filan. Deyib, mən sənə dedim də, sən dinməyəcəksən. Sən gənə burada başladın dinməğə. Orada neynir? Düşürlər bir dənə, gəmidən düşürlər, gelirlər bir ayrı yerə. Bir ayrı yerdə bir dənə cavan oğlan görürlər, Xezri neynir? Tutur onun cavan oğlan başını kəsir. Musa etiraz, sən bunun niyə başını kəssən filan? Deyib, mən sənə axı dedim də, sən qərarda burada dinməyəsən, sən gənə nə dinirsən burada filan. Əgər gələn dinsən də haza firaqun bəyni və bəyni. Sən dinsən də biz birbirimizdən burada ayrılmalıyıq. Sonradan gəlirlər bunlar bir dənə kəndə yetişirlər. O kənddə yetişirlər bir yerə ki, kəndə deyirlər ki, biz acımızdan burada ölürük, bizə çörək verin. Kəndlilər bunlara çörək vermirlər. Bunlara çörək vermirlər, verməyəndə bir dənə uçuq bir divar varmış orada. Buna deyir ki, biraz palçıqdan zaddan düzəltçilə, mən tez bu divarı düzəldim. Musa buna etiraz edir ki, baba, sən işləyən adamıdın, fəhlə adamıdın. Sən işləyərdin, biraz pul qazanardın ki, bu kəndə verərdin, bizə qəza verərdin. Bax, bunun nə faydası vardı? Dinmir. Xezr o divarı düzəldir. Deyir ki, desəm ki, bir belə etiraz elədin bizə, mənlə səni da bir-birimiz tutmayacaqdır və sənlə mən ayrılacaqdır. Amma indi ki, biz istirik bir-birimizdən ayrılaq, mən sənə təvil bu söhbətləri deyəcəm ki, nədir? İcazə versəz, onu mən Qurandan oxuyacağam, o müqəddəs sözlərlə oxuyacağam sizə. Orada mən o təvillərə neynəyəcək, yetişəcək. Hər halda, Xizr barəsində deyilir ki, Xizr hər harada ki, oturarmış, hər hara dayanaymış, orada yaşıllıq olarmış, orada ot gövərərmiş. Xizrin Quranda da gəlməsi, demək olar ki, Zülqərneyn ilə də əlavə bər Musa orada irtibatda olur. Zülqərneyn ilə də gedir ki, o ab-ı həyat ki vardı. Ona göstərsin ki, ab-ı həyatı nə cür taparlar. Xizr gəlir, ona görsədir və özü o ab-ı həyatdan içir və Xizr cavidanə qalır. Demək olar ki, Xizri biz 3 məqtə zamaniyə bölməli ola bilərik. Birinci dövrə budur ki, o qədim peyğəmbərlər ki, Həzrəti Adəmin nəvadələrindən İlyasın, Zülqərneynin, Musanın nağıllarında görsənir. İkinci dövrə mərbut olur peyğəmbərlə, səhabiyə, o dövrədədir. Və bir para səhabələr belə nəql olunubdur ki, Xezri görürlər. Şii mənabeylərdə nəql olunubdur ki, imamların, şiə imamları ilə Xezrin arasında bir irtibati olubdur. Üçüncü dövrədə ki, İslamın genişlənməsində bir para arifləri və ovliyai və sufiləri gəlir. Məsələn, İbrahim ibn Ədhəm filan ki, Təzkirətül Ovliyada vardı, gəlibdir. Xizrlə bunların irtibat tapmasıdır. Pəs İlyasla, İskəndərlə, Zülqərneynlə Xizrin irtibat tapması Fars ədəbiyyatında da Xizr nemad çirəgi insan bər təqdiridir ki, Xizr insanlara öyrədir ki, eləyə bilərlər təqdirlərinə qalib olsunlar və bu həyat suyunu içsinlər. Necə ki, İskəndər yetişir, nakam olur, amma Xezr ona yetişir, əl tapır. Ferdowsi birinci şair olur ki, Şahnaməsində İskəndərin səfərini şeirə çəkir və orada yazır. Sənai birinci arif olur ki, öz Xezrlə görüşməsini şeirlərində təsvirə çəkir. Fars ədəbiyyatında Ayini Sekəndər, Cam-ı Sekəndər, Ab-ı Heyvan, Ab-ı Xezr
Bunlar həmanlardılar ki, bu nağıllara bağlıdılar. Xaqanidə, Əttarda, Camidə biz Xizrin və İskəndərin bunların irtibatlarını görürük. Nizami Gəncəvi bu işdə böyük bir şahkar yaradır. Xizrlə İskəndəri İskəndərnamədə ki, onun bir bəxşi həman Şərəfnamədə, Beş Gəncdə orada gətirir və Rumi nağıllarda da ki, Xizrin yanında olan bunlar deyirlər ki, İlyasdır və o balığın dirilməsi bunların yanında nişan verir ki, bunlar o çeşməyə əl tapırlar, hər ikisidir bunlar Cavidanəliyə əl tapırlar. Amma İskəndər o ab həyata 40 gündən sonra əl tapanmır və qalır. Ta inki bir hatifi tapılır. Buna bir deyir ki, İskəndər, mən sənə bir şey gətirmişəm. O da görsədir, verir İskəndərə. İskəndər baxır, görür ki, bir daşdır və bu nemad belə olur ki, dünya tələb insanlar ab həyata heç vaxt əl tapanmayacaqlar. Cəmaluddin Ərdestani o Misbahul Ərvah mənzuməsində Xizrlə İskəndəri çox gözəl təsvirə çəkibdir. Xod Mevlana Məsnəvidə Xizr Musanı təsvirə çəkir. Sahibin heyrəti budur ki, Xizr necə bu ömrü cavidanla kənara gəlir. Biz bu neçə gün ömrüdə yoruluruq, zara gəlmişik. Amma Xizr o cavidan ömrüdən yorulmur və nəhayətdə o ariflərdən və şairlərdən olur sahib ki, Xizrin nağılını əfsanə bilir. Təhcə sahib onu əfsanə bilmir. Əbuləlay Mərri, o şairi məruf ərəb ki, onun barəsində də biz danışmışıq. Xizrin cavidan ömrü tabbasını nişanə-i zəlalət və qumrahlıq bilir. Almani bir şair Friedrich Rokret bir dənə təmsildə mütəqiddir ki, Xizr hər 500 ildən bir bu Kore xakidə səfər edir və orada özünü hər qiyafədə göstərir və bir para insanların orada əlindən tutur. İrfani ədəbiyyatda da Xizr nemadı pir və murşiddir. Qətin rəhbi həmrəhi Xizr məkon zulümat است betərsə az xətər gumrahi. Hətta bir para sufilər arzuları bölünmüş ki, Xizrlə görüş eləsinlər. Ona görə gedirmişlər məzarlara, qəbristanlara, orada mürəttəb zikrlər oxuymuşlar, Quran oxuymuşlar, Allaha yalvarırmışlar ki, Xizr gəlsin bunun əlindən tutsun. Bəziləri gəlirlər, etiraf edirlər, deyirlər ki, Xizr bizə bir dənə nurani bir qoca surətində görsəndi. Demək olar ki, bu sufilərin amuzələrini o Həzrət Əlidən bir rivayəti ki, nəql olubdur şii rivayətlərdə, onları eləyə bilərik bir-biri ilə bir bağlayaq. O da budur ki, belə nəql olub İmam Əlidən ki, Peyğəmbər öləndə mən onun demək olar balenində hazır idim və mənim yanımda Xizr də var idi. Xizr mənim qardaşım da orada mənim yanımda hazır idi. Belə bir rivayəti nəql olunubdur. Cami Nəfəhatul Unsuda Səədinin Xizrlə görüşməsini nəql edir. O yerdə ki, Səədi köçür gedir Beytül Müqəddəsə, orada səqqalıq eləymiş Şamda, orada Xizrin məhzərinə yetişir. Sepəhsalar risaləsində, Fereydun Sepəhsalar risaləsində Mevlana'nın ləhzə bə ləhzə Xizrlə görüşməsini orada təsvirə çəkir. O yerdə ki, Dəməşqə getmişdi Mevlana, orada köçmüşdü. Ruzbəhan Bəqlai Şirazi öz görüşməsindən Xizrlə ad aparır. Muhyiddin Ərəbi Əndəlusi həm Peyğəmbərlə görüşməsi, həm Xizrlə görüşməsini futuhatında gətirir. Bir para Türk aləmində ariflər və sufilər misli Əhməd Yəsəvi, onun dədəsi İbrahim Yəsəvi, bunlar Xizrlə görüşməsini gətirirlər. Əslən, əzkari bunların təriqəsində vardır, məruf və əzkari Xizr ki, bu zikrləri deyirlər, biz Xizrdən almışıq. Onların təriqəsində bunlar nəql olunubdur və gəlibdir. Ona görədir ki, Əttar Musibətnaməsində Miracı təsvirə çəkəndə orada
Xezri o peyğəmbərlərdən görür ki, bizim peyğəmbərimizlə görüş eləyibdir. Şiə ariflərinin içində Dövlə-i Semnani ki, bir dənə böyük ariflərdən olubdur. Muhtəqiddir ki, Xezr həmçinin cism bədəni ilə huzuru vardır və bu həyata idamə verir. Mən Xezri eləyə bilərdim ki, artıq ayrı təməddünlərdə də bərrəsi eləyəm. İstəyirəm ki, ondan biraz keçəm, sizdən də icazə alam. Qur'andan da bu mövriddə icazə versəz, bu müqəddəs sözlərdən eşidək də ki, sərahətlə Xizrə işarə edildi. Yorulmayıbsınız ki? Xoş, oxuyaq da. Bu ayələri ki, mən gətirmişəm, demək olar Kəhf surəsindədir, 18-ci surədir, 60-cı ayədir. Deyir ki, Ez qalə Musa lifətahu. O zaman ki, Musa o yoldaşına dedi, o cavana dedi. La əbrəhu, dözəmirəm də, la əbrəhu, hətta əbluğa məcməl bəhreyn. Dözəmirəm ta məcməl bəhreynə yetişəm. O iki dəryanın qovuşan yerinə yetişəm. Ümumən deyirlər ki, həmən dəryayı mərmərə, məsələn, oralar olmalıdır. Əv əmziyə huqubən, illər boyu da zaman çəksə, huqub, yəni neçə il zaman çəksə, mən istəyirəm ki, yetişəm o məcməl bəhreynə. Özünüz bilirsiniz də, Qur'an bunlara çox icazla gətirir. Elə qıssa gətirir ki, yəni siz belə çox çətindir də bunların düşünməsi. Fəlləmmə bələğa məcməə bəynəhəmə. Bunlar o zaman ki, yetişdilər məcməl bəhreynə ikisi bahəm, nəsiyə hutəhuma. O balıqlarını yaddan çıxartdılar. Ya yaddan çıxdı. Balığın yaddan çıxartmağını da tozih verdim də. Demək olar ki, oradakı bu süfrəni açırlar ki, çörəkləyələr. Musa görmür ki, o yoldaşı balıq oradan dirilir və düşür dəriyə. Çün Musaya nişanə verilmişdi ki, o yerdə Xizri görəcəksən Məcmuul Bəhreyndə ki, balıq orada dirilir. Bunu yoldaşı görür, Yuşə ya İlyas demək olar, görür orada. Amma Musaya demir bu qəziyyəni. Burada deyir ki, Nəsiya, çün sonra da işarə eləyəcəkdir Quranını. Nəsiyahu təhuma fəttəxəzə səbiləhu fil bəhri sərəba. Bunlar yollarını tutdular, dəriyə sarı, şekafəndə sərəba. Dəriyə sarı getdilər. Yolu dərvağa qaza-qaza elə bir getdilər qabağa. Fələmmə cavəza. Və vaxtı ki, bu yolu gedirdilər. Qalə lifətav. Musa o yoldaşına dedi. Atina qədaəna. Bizim nəharımızı gətir yiyəq. Aç. Qəda və mənə nəhar. Ləqəd ləqina min səfərinə haza. Bu haza buna demək olar sifətdir da, səfərinə haza. Nəsəba. Nəsəb yəni çətinlik. Biz axı bu səfərimizdə çoxlu çətinlik görmüşük. Qalə ərəytə. Məyə sən görmədin deyir. Yoldaşı deyir ha Musaya. Məyə sən görmədin. Ez avəyna ilə səxrə. O səxriyə, o daşa ki biz dayanmışdıq. Ora biz pənah gətirmişdik. Fə inni nəsitul hut. Mən orada balıq yadımdan çıxdı. Ola bilər ki, və ma, nə gözəl sözdür, baxın gör. Və ma ənsanihu illə şeytanu ən əzkurəhu. Şeytan bunu mənim yadımdan çıxartdırdı. Ənsanihu. Şeytan bunu mənim yadımdan çıxartdırdı ki, mən bunu sənə deyəm. Bəlkə ola bilər. İndi müfəssirlər bunun üstündə bəhs edir də. Məyə peyğəmbərin şeytan nüfuz eləyə bilər ki, bunun yadından bir şey çıxartdırsın. Əlləmi təba-təba deyir ki, bəli, ola bilər. Xoş, bəli, bunun isməti ilə tənaqüzü yoxdur. Vəttəxəzə səbiləhu fil bəhri əcəba. Bunlar bir də qeyddirlər o yolları. Qalə zalikə ma kunna nəbği. O yolu ki biz axtarırdıq, ora qeydməliyik. Fərtədda ələ asarihima qəsəsən. Qəsəs yəni təqib eləmək bir şey. Nağıl ki deyirik qıssə, yəni hər bir şey təqib edirik. Orada şəxsiyyətdə təqib edirik. Bunlar yollarını tutdular və o yerə ki ayaqlarını bir bəbi qoymuşdular, ertədda, yəni qeyddirlər.
فوجدا عبدا من عبادنا. Orada bunlar tapdılar. 2 nəfər daha vəcədə. Həm Musa, həm yoldaşı. Abdən min ibadina. Bizim bəndələrimizdən birini tapdılar. Bunda o bəndə kimidir? Ataynahu rəhmətən min indina. Biz rəhmət vermişdik ona. Və əlləmnahu min ladunna ilmən. Özümüz ona elmi ladunni öyrətmişdik. Elmi ki sizlərin ola bilər, bu elmi ladunni deyil, bu elmi husulidir. Siz bunu iktisabidir, huzuri deyil. Bunu siz kəsb edirsiniz. Xoş. Görürsə Xizridən ad aparmır, ha? Ad gətirmir də. Sonra bu təfsirdə belə gəlir. Qalə ləhu Musa. Musa ona dedi ki, həl ətəbiukə. Ola bilər ki, mən düşəm sənin dalıva, səndən təbəyyət eləyəm. Əla ən tuəlliməni. Sən mənə öyrədəsən. Mimma ullimtə rüşdən. O şeyi ki, sənə öyrənilibdir, məchuldur. Bu elmi ki, sənə öyrənilibdir, sən onu mənə də öyrədəsən. Qalə innəkə lən təstəti'u mə'i səbrən. Xizr buna deyir ki, ya o əbd-i salih buna deyir ki, sən heç vaxt eləyə bilənməyəcəksən, dözə biləsən. Keyfə təsviru, nəcür eləyə bilərsən, dözəsən. Əla ma ləm tuhit behi xubrən. O elmə ki, sən ihatən yoxdəsən. Ona nəcür eləyə bilərsən, dözəsən. Qalə sətəcədini inşallah sabirən. İnşallah sən məni səbirlərdən görəcəksən, dözümlü insanlardan görəcəksən. Və la usiləkə əmrən. Mən əslən sənin cızığından qaçmayacağam. Mütməin ol ki, səndən boyun çöndərməyəcəm. Qalə fəin təbəətəni. Əgər mən dalıma düşürsən, istəsən məndən təbəyyət eləsən, fəla təsəlni ən şeyi. Məndən bir şey sorum eləməyəcəksən, ha, soruşmayacaqsan. Hətta uhdisələkə minhu zikrə. Ta mən özüm onun fəlsəfəsini sənə açam deyəm. Fəntələqa, yola düşdülər. Hətta izarəkə bafis səbinə. Ta bunlar mindilər bir dənə gəmiyə. Xərəqaha, Xızr onu dəldi. Qalə xərəqtəha. Tez bu cızıqdan çıxıb Musa ona dedi ki, sən bu gəmini dəldin, lituğriq əhləha. Ta bu gəmidə olanları sən boğasan. Laqad cə'tə şey'ən imra. İmra yəni pis. Çox pis iş gördün sən burada. Qalə ələm əqul innəkə. Məcə mən sənə demədim lən təstətiyə mə'i səbrən. Sən heç vaxt məndən bu həddə dözümün olmayacaqdı gələsən. Burada Musa bildi ki, orada bara qoyubdur. Qalə la tuaxizni. Musa dedi, məni müaxizə eləməsin. Bima nəsid. O şey ki, mən yaddan çıxartdım, yadımdan çıxdı. Ax, yaddan çıxadan şeyin üstündə daha müaxizə eləməzlər. Və la turhiqni min əmri usrən. Məni çox zora basma ki. La turhiqni min əmri usrən, mənisi budur. Məni çox burada zora basma ki. Yaxçı, çətinliyə basma burada. Fəntələqa, gənə yola düşdülər. Hətta izə ləqya qulamən. Bir dənə cavan oğlanı gördülər. Fəqətələ. Xizr onu öldürdü orada. Qalə, Musa gənə neynədi? Qalə, əqətəltə nəfsən zəkiyyətən bi qeyri nəfsən. Aya sən bir təmiz nəfsi öldürdün bedun qisas, bedun ki qisasi ola sən bunu öldürdün, heç günah eləmişdin. Ləqəd cə'tə şeyən nukrə. Nukrə gənə bir mənə pisdir, imrəəndən bir məniyyət. Gənə çox pis iş gördün sən burada. Bu cavan oğlanı öldürdün. An pesər rao ki xəzir bu brید halq. Sirri an rao در نیابد عام خلق. Bu ayə işarə edir Mevlana. Xoş. Pəs qalə ələm əqul ləkə innəkə lən təstətiə mə'i səbrən. Mən sənə demədim ki, sən gənə dözməyəcəksən, səndə bu hədd dözüm olmayacaq. Qalə in səəltukə ən şeyin bədəha. Musa deyirlər. Əgər bundan bu yana mən bir də səndən bu sualları soruşsam, bir də sorum eləsəm, fəla tusahibni. Məni özünlə yoldaş eləmir. Qəd bələğtə min lədunni olsan. Mənim də üzrüm sənə yetişdi də, sən üzrxahlığımı sən qəbul elə. Fəntələqa, yola düşdülər. Hətta izə ətəyə əhlə qəryətin. Yetişdilər bir dənə kəndə. İstətəmə əhləha. İstətəmə. Qəza istədilər bu əhlidən. Təəm gedib bab istifalada bu abadidən, bu kəndin əhlindən bunlar qəza istədilər. Fəəbəv ən yüzəyyifuhəm huma.
Bunlar imtina elədilər ki, bunlar qonaq eləsinlər. Fəvəcədə fīhə cidara. O ləhzə Xızr orada bir dənə duvar tapdı. Yuridu ən yənqəzzə. Bu duvar az qalırdı ki, yıxılsın. Fəəqaməhu. Düzəltdi bunu. Qalə ləv şe'tə. Musa dedi ki, sən ki belə mahir bir bənnaydın, ləttəxəzdə əleyhə əcrən. Bir iş görərdi ki, bundan bir pul ələ gətirərdin. Yaxşı, bir əcri ələ gətirərdin. Bir şey, bir fəhlə pulu verərdi də sənə ki. Bundan eləyə bilərdik, pul verək ta biz qəzamızı bu kətdə alaq. Qalə hazə firaqu beyni və beynik. Da burada qutarır. Bunların nağılları burada qutarır. Xizr buna deyir ki, da mənlə sən ayrılmarıq. Gər tora rəh piş, mən vapəs rəvəm. Ha? Mevlana bir yerdə deyir. Səunəbbi'ukə bi tə'vil ma ləm təstəti əleyhə səbra. Hala ki, indi birbirimizdən ayrılırıq, sən dözmədin. Mən o şey ki, sənin dözümün olmadı, onun təəvilini sənə deyirəm. Təəvil kələməsinin barəsində inşallah biz gələn tez sizinlə danışacağıq. Çoxlu danışacağıq. Hermeneutik, təəvil, təfsir nə mənadır ki, Quranda gəlibdir. Baxın, görün ki, o nematlarını burada Quran nə cür işlədir. Əmmə səfinətu, amma o gəminin barəsində. Fəkanət li məsakinə yələmunə fil bər. Onlar bir para, bir nəvə adamlar, yoxsuz insanlar üçün idi ki, bunlar dəryadaşlıydilər, onunla balıq tutub geçinirdilər. Fəərəttu ən uibəhə. Mən istədim ki, o gəmini eybilə eləyəm. Kanə vəraəhum məlikun. Bu gəminin dalısıca bir şah gəlirdi, bu gəmini tutar. Çünki şah demişdi, nə cür sah və bütün gəmi vardı, onları tutun. Qəsb edin. Yəxuzu kullə səfinətin qəsmən. Hər nə cür kəşfi var idi, bunlar ki, salim idilər, sahadılar, bunlar qəsb edin. Mən onu dəldim ki, şah onu qəsb edəyəməsin. Ondan sonra onu yapışdıracaq və gənə imrar maaş edəcək. Onu sən bilmədin. Əmməl qolam. Amma o cavan oğlanın barəsində. Kanə əbəvahu müminə. Ondan dədəsi ilə anası mümin idilər. Fəxəşina. Biz qorxduq. Ən yurhiqəhuma tuğyanən və kufrən. Biz qorxduq ki, bu cavan ki yekələcəkdi, anası ilə dədəsini toğyanla küfrə çəkəcəkdi. Onları yoldan, hidayət yolundan çəkəcəkdi. Biz bunları, bu cavanı aradan götdük. Fəərədna, istədik. Xizri deyir ha bu sözləri. Ərədna, çünki vəsl olub da və o ariflərin sözü nədir deyir ki, Allah bir para bəndələr var ki, onların əli ilə bu aləmi idarə edir, onların gözü ilə bu aləmə baxır. Bu cümlələr Xizrin cümlələridir, baxın. Fəərədna ən yubdilləhuma rabbuhuma xeyr. Biz istədik ki, Allah onlara təzdəndən bir uşağı verəcək ki, o uşaq onlara mayi zəka və rəhmət olacaqdır. Yaxşı uşaq verəcək. Onlar bir şey əldən vermədilər burada. Xob. Əmməl cidar. Amma duvar. Fəkanə li qulaməyn yetiməyn fil mədinə. Bunlar, bu duvar iki dənə yetim uşağının üçün idi orada, kətdə demək olar. Kanə təhtəhu kənz. Bu duvarın altında bir xəzanə var idi, bir gənci var idi. Duvar yıxılırdı, o görüşəcəkdi. Görüşən kim üçün bu yetim uşaqdılar, kiçik uşaqdılar, əhali yığışacaqdı, bu gənci ilə bu xəzanəni götürəcəkdi. Və kanə əbuhuma salihən. Xob, bunların demək olar dədəsi salih idilər. Allah istədi ki, bunlar ən yəbluğa əşədduhuma yekəlsinlər və yəstəxrəcə kənzəhuma qızıllarını oradan çıxasınlar. Rəhmətən min Rəbbik. Allah tərəfindən bunlara bir rəhmət olunsun. Və ma fəəltuhu ən əmri zalik. Burada işarə edir. Bu işləri hamısı mən öz başıma görmədim. Fikir eləməcnəm. Təvilu ma ləm təstəti əleyhi səbrən. Bunlar bunun təvilləridir ki, sən buna dözmədin. Burada qutulurlar. Musa'nın, Xizrin nağılı Qur'anda bu həddə gəlir. Kəhf surəsində gəlir. 59-cu ayədən başlayır, 82-ci ayədə qutarır. Sonra keçir Xizrinə Zülqərneyn barəsinə. Yəsəlunəkə ən Zülqərneyn. Bunun barəsində səndən sual eləyəcəklər. Sən o barədə nədir? Ki mən o işə girmirəm ki, soralıqda Mevlana işarə eləyəcəkdir.
Xub, dostlar, yavaş-yavaş sözümüzün burada axırına yetişirik, sonuna yetişirik, əgər icazə buyursaz. Demək olar ki, آن پسر را که خضر ببرید حلق، آن پسر را که خضر ببرید حلق، سر آن را در نیابد عام خلق. Xıdrın oğlancığı öldürməyin, sırrını hər boş boğaz bilməz yəqin. Mən icazə versəz bir beyti də oxuyum qutarımda. آن که از حق یابد او وحی و جواب، هر چه فرماید بود عین ثواب. Düşməsən hər nə desən haqdan uzaq, haqqın aydın vəhyinə olsan dodaq. Bilginən ki, bu nədir? Bu demək olar Allah tərəfindən bu nəql olundu. Bu zərgərin, qızılçının ölməsi əslən bunlara bağlı dəyildi. Bir dənə Allah tərəfindən bir şeydir. Bunun ki, təvil eləyəsiniz. Zahirinə baxsasınız, burada bir şey almayacaqsınız. Xub, bu cələsəmizin eyni o rəsmləri kimi icazə versəz, sonunu bir dənə qəzəl ilə qutaracaq. Şah-ı müvafiqsən da bir qəzəl ilə qutaraq. Bəli. Bu qəzəli mən Molla Muhammed Fuzuli'dən sizə seçmişəm. Fuzuli özünüz bilirsiniz ki, bizim böyük bir şairimiz olubdur. Eyni Nəsimi kimi 3 dildə şeir deyib. Onun varlığını eşq bürüyübdür. Kimsəni bu məth eləməyib, heç bir qovmu milləti pisləməyib. İslam aləmində də 3 dildə hikmət və maarif təbliğ eləyib. Xuşqə zahidlərlə, xuşqə sufilərlə də həmişə nəqdə və çalışa keçiribdir bu şəxs. Demək olar ki, kəlamında, fəlsəfə düşüncəsində də neydəki olan səs, meydəki olan hərarət ilə hamısını eşqidən bilibdir. Əslində onun düşüncə, cövhərəsi eşqidən başqa bir şey deyil. Eşq varlığını ən böyük sırrı hesab olunur və yeganə gücdür ki, Fuzulinin arasında buna incizab yaradır və demək olar ki, mən bunun bir məruf bir şeiri vardı, onu sizə seçmişəm, oxuram. Deyir ki, qəd ənarəl eşqu lil-uşşaqi minhacəl huda, salik rah həqiqət eşqə eylər iktida. Eşqidir o nəş'e kamil ki annandır mudam, meydə tənvir hərarət, neydə təsir seda. Vadi vəhdət həqiqətdə məqam eşqidir. Kim müşəxxəs olmaz ol vadidə sultandan geda. Eyləməz xəlvət sərayı sirri vəhdət məhrəmi, aşıqi məşuqidən, məşuqu aşıqdən cüda. Ey ki əhli eşqə söylərsən məlamət, tərkin et, söylə kim mümkün müdür təğyir təqdiri xuda. Eşq çilki çəhdi xət, hərf vücudi aşıqə, kim ola sabit haqq isbatində nəfi ma əda. Ey Fuzuli, intihasız zövq büldün eşqidən, böylədir hər iş ki haqq adı ilə qılsan iqtida. Sağ olasın. Ay Əhmədi, bir dəqiqə dayan, tələsməcinin. Dostların əgər sualı olmuş olsa, bir suallarını eşirək. Əzizlərimizin gönlümüz istəyir ki, şeirlərindən bizim bu məhfilimizdə şairlərimizdən var. Ay Musa Nəcar,
Ay İskəndərzadə bunlar şairdirlər. Ona görə istirik şeirlərindən də bir qət'i də eşidər. Əgər suali olmasa kim? Səttarzadə şeirlərindən. Qət'i. Baba Tahirdən. Ona görə mən bu quşini ay Əhmədi verəsiz əzizlərimizə. Sualları olsa sorun. Sual yoxdur şeir. Aynı sənə. Yəni sual var idi ki, Biblə ariflər və sufilər və Ovliya İlahizat hamısı Həzrəti Xizrdən irtibatdaydılar filan bihman. Bəli, hətta gülməli ola bu nəzər. Mənim öz nəzərimdir ki, Həzrəti Xizr özü bir dənə tənbihdə keçinir. Çünki ariflər və aşiqlər və arifhan və Ovliya İlahinin arzuyu qəlbi və hədəf-i qayiləri risidən bir məşuqudur. Yetişələ məşuquna. Bəli, Həzrəti Xizr dünyada zindanı olubdur, ab-ı cavdanı itibli də o məşuqun didarına da yetişənməyir. O məşuqun didarına Həzrəti Xizr da yetişənməyir. İndi ələm məsələn, hamısı elə Mevləvi deyildi, mən öləndən sonra mənim məzarımın üstündə dəf çalın, şeir oxuyun. Çünki niyə narahat olursunuz? Mən məşuqumun didarına gediyəm. Vəli Həzrəti Xizr bu nimətdən məhrumdur ki, didarın məşuquna gedənməyir. Axı, nəbisiz gedənmir. Ona o cür əzəmət bağışlanmışdır. O ki, peyğəmbəri ki, Musa kimi peyğəmbər kimi mütəlidir. Cüzve peyğəmbəran ulul əzmidir. Bizim kulli peyğəmbərlərin içində 5 dənə peyğəmbər seçsək, Musa onların içindədir. Allah bunu göndərir ki, sən keçinə, elə bir şəxsi görüşünə. Bunlar Mevlana'nın baxımında, bunlar həmişə Allahın yanında olurlar. Və həmişə onunla olurlar. Və məmuliyyətləri olur əlbəttə bu aləmdə. Məmuliyyətləri əncam verib, qeydiblər aləmi mənəyə də küçür olurlar. Bəli. مشورت میرفت در ایجاد خلق جانشان از بحر قدرت تا به حلق پیریشانند که این عالم نمود جان ایشان بود در دریای جود جان ایشان بود در دریای جود دریای جودun içinde bulunan canlılar aslında qərb oldu dərvar. Ona görə mən onu qəbul edəmirəm ki, siz buyurursunuz Xizr bir növ təqlid olundu bu aləmdə. Xizr əvalimdə yaşayır. İrfan baxışıqlar. O cür risaləti vardır, bir para insanların əlindən tutmalıdır, gəlir tutur və gedir. Bu risalət ona verir bu aləmdə. Ustad, ariflərin də elə, suflərin də işləyi elə əvalimdə yaşamaq da elə. O böyük ariflərimiz ki vardır, əvalimdə yaşayırlar, elə gedirlər, gəlirlər, mükaşif edirlər, seyr o suluk edirlər. Silsile meratibi var. Silsile. Uzun meratib. Mutluluklar bu hadis. Şan verecek ölümden məşuqa yetişmə. Yəni der cismi halətdə fani olaq ölə. Bunlar verinci zəhv. Hadisi ki mutu qabl an tamutu buyurur Peyğəmbər. Mənzur budur ki, biz bu dünyada da eləyə bildik. Yetişək Allaha və fani olmağı cism niyaz deyil. Vaxtı ki, məsələn, Xizr o mərtəbəyə yetişibdir, niyaz deyil, ölə. Elə bunun bu halətində, elə bu diriliyində yetişib Allaha. Və nəzəmi və qolu, niyaz deyil ki, cismi də ölə. Bismillahirrahmanirrahim. Ustad, icazə istirdim bu ki, işarə buyurdunuz bizim ədəbiyyatımızda bəzi şairlər Macra Həzrət Xizrə müsbət baxmayıblar. Bu nisbi baxdılar qəziyyə. Az cümlə sahib Təbrizinin bir gözəl beyti var. Nist در سلسله چشمه حیوان موجی که دم تیغ شهادت نبود خوشتر از آن. یا استاد امیر فیروزکوهی دیر ki به آب خضر رسیدن کرامتی نبود ز آب خضر کسر بگذرد کرامت اوست. Bu şairlər bu qəziyyə ilə tahududi oynayıblar. Bir
bazı eliblər ki, bir nisbi məfhum yetirsinlər. Müntah yoldaşımızın fərmayişindəki bu dirilik və mənzəliyə təbid şəxslər dünyadır. Ərz eləyəm ki, fəqət Həzrət Xezr diri deyil. Bizim İmam-ı 12'umuz diridir. Həzrət İsa diridir. Ricalul Qeyb diridirlər. Xob, rəcətimiz var bizim. Qeyd edək bu dünya. Bir məsələ. Bir də irfanda yine bir məsələ var ki, behişt arifə nəqdidir. Xəyyamın asarında bir vufur bunu görürük. Nəqdizi hezar nesye xoştər başad. Xob, guyند behişt و حوض کوثر باشد وانجا می و شیر و شهد و شکر باشد پر کن قدحی و دقیقا در دستم ده نقدیز هزار نسیه خوشتر باشد. عرفا معتقد cennet ve cehennem bu alemde nəqdidir. Müşahidə-i Haqq Teala bu alemde o adama ki təcərrüdə yetişibdir, ya qol dostumuz fənaya yetişibdir, bu alemde nəqdidir. Ricalul Qeyb məşhurdur ki bu alemde eyni bərzəx yaşayırlar. Yəni dəqiqən o zatları ki bərzəxdə görüşər, Ricalul Qeyb indi görürlər onu. Həzrət Əli buyurur, əgər pərdələr kinara gedə, mənim yəqinimə zərrəyi izafələşməz. Dəqiqən, Əttar da bunu şeirə çəkib. Kələb kəşfəl qita dadəst dəstəm, xuda ra ta nəbinəm key pərəstəm. Yəni o zadi ki ölümdən sonra bu görəcək, indi burada nəqdən görür. Pəs demək olmaz bunlar burada təbid olublar. Onun niyazı var ömrü çox olsun. İmtihanın pəs vermək üçün. Mənim ərzim tamamdır. Odur ki yoldaşımız buyurdular, bizim də İmam Zaman və 13-cü imamımız qeybətdə yaşayır və Həzrəti İsa da ki qeybətdə yaşayır. Tıpkı fərmayişat-ı Qur'an. Bir nəfər yetişdi Həzrəti İmam Zamanın məhzərinə. Dedi ki, ağacan, müşkülatım belədir. Belə müşküldə qalmışam, neynəməliyəm? Didi, saydı. Gördü, ağı ağlayır. Buyurdu ki, ağacan, nənə dedəm, sənə qurban, nəyə ağlayırsan? Deyirsiniz ki, elə hamı yetişi mənim yanımda başlayır müşkülatın sayı. Heç bir nəfər mənə deməyək ki, sən müşkülün nə mənədir? İmam Zaman özü vaqiən bu əzabdadır ki, qeybətdədir, ki, didələrdən uzaqdır. Çünki Allah müqəddər eləyib biləsinə, çünki zərfiyyəti camə yoxdur ki, onu çeşiş eləyəm. Həzrəti Xezr də o günə, yəni Həzrəti Xezri bəziləri məsələn tapsa şahid məsələn bir düşməni eləyə biləsinlər. Ona görə qeybidədir, məsələn gəlir, yapışır, gedir. Yəni bu da özünə görə bir dənə əzab idi ki, məsələn didələrdən pinhan qalar. Necə məsələn Allahın müqəddərisi bu olaydı ki, gələn Həzrəti Xezr hamının gözlərinin qabağında olaq, imkanpəzir deyil. Pəs imkanpəzir deyil, pəs Həzrəti Xezr özü əzabdadır ki, deyəm mən didələrdən uzaqam. Nə cavabınız nə mənədirsin? Amma təbbiq ləfsin işlənməz, təbbiq deyənməz. Mən əraizimdə ərz elədim ki, onların dünyada... Bəli, əslən, bunlar mahiyyətidir. Yox, məsələyə bəqayə dər aləmin maddəni təbid tələqqi eləməyə bu cavab idi. Bunun mən ərazimdə izlədim ki, imtihanı budur ki, çox diri qalsın. Necə ki, birinin imtihanı budur ki, Həzrəti Fatimə Zəhra 18 yaşında vəfat elədi. Şəhid oldu. Şəhidə oldu. Birinin Urəfada Şeyx Məhmud Şəbistəri 33 il ömrü elədi, o kitabları yazdı. 33 il. Biz 33 illərlə fövq lisans yox, Allah biləcək, yox, işimiz yox onda. O tərəfdən Ayətullah Bəhcət 96 il ömrü elədi. Birinin imtihanı budur ki, çox yaşasın. Və səddəysət əzab çəkəcək. Biz xoşluğa gəlmişik burada. Peyğəmbərdən hədisdir ki, mərarətud dünya həlavətul axirə və həlavətud dünya mərarətul axirə. Dur əz şə'n İmam Zamandır ki, bu dünyada yaşaya və imtihan pəs verir. Hamı imtihan pəs verir. İmtihanı Həzrəti Xezr budur ki, çox yaşayan. Və risaləti Peyğəmbər, risaləti Həzrəti Məhdi budur ki, ömrü çox olan. Risaləti budur. Kələməyə təbid burada işgal icad edir. Bu kələmə həsv eləsək bu bəhsidən tamamilə tənazuatımız inşallah ki, ittifaq nəzərə yetişir. Kimlə oxuyumsa?
استاد اجازه بدید بیدار رو با آیوخیم. بسم الله الرحمن الرحیم. آیید که آتشی ز تور آوردم، آیید که آتشی ز تور آوردم، طوفان غم از دل تنور آوردم. من هدهد غایب از جهانم که خبر، من هدهد غایب از جهانم که خبر، از بوی رحیق و رنگ حور آوردم. متشکرم. Biləsən, mənim yoldaşım idim, mən təslim oldum, qəbul elədim. Qani olsun. Şayad yenə qəzəl var idi, yenə 3 beytindən biraz çoxdadır nə qədər, şayad idaməsi yadımda olmuyor. Çünki hafizəm zəifdir mənim hepsi şeirdə. Öz qəzəlim. Bəli, öz qəzəlim. Cegərəm suzədə zəhval dil bi xəbərəm, cegərəm suzədə zəhval dil bi xəbərəm. کاش ای دل که بیفتد نگهم بر گمرم. شب من روی تو را ماه بداند هیهات، به شبم نیست نگاهت ز رخت بی ثمرم. خلوتم پر شده از درد و غم و شیدایی، به خدا تاب ندارم بشکست این کمرم. تو همان ماه منی ای تو همه هستی من، به شبم باز بیا بی رخ تو در به درم. خلوت عشق شد و عشق من از عشق گریخت، چه کنم همدم من نیست به جز چشم ترم. شهریار غزلم ناله کنان گفت ز عشق، پدر عشق بسوزد چه در آمد پدرم. پدر عشق بسوزد چه در آمد پدرم. Ustad dostumuz bir rivayet oxudu, mən də icazə verirsiniz, bir rivayet oxuyum. Bir dənə rivayet oxuyur. شبهام بدون تو سحر شد آری، شبهام بدون تو سحر شد آری. این عشق خلاصه بی تو سر شد آری. من شعر نوشتم و نخواندی هرگز، عمر من و این قلم هدر شد آری. Hamımızı Allah'a tapşırırıq. Salavatla kıfaraqda.